OTK sınaq imtahanına salınmış növbəti sual izahı ilə davam edirəm. Burada deyir ki, alfa üstəgəl 2 beta üstəgəl 3 qammanı tap. Əslində çox sadə sualdır. Sadəcə burada bucaqlar arasında əlaqəni seçməyi bacarmalıyıq. Baxırıq burada alfa və beta uyğun bucaqlardır, uyğun. O zaman alfa betaya deməli bərabərdir. Çünki biz bilirik ki, uyğun bucaqlar bir-birinə bərabər olur. İndi burada alfanın yerinə aparıb beta yazacağım. Yazaq beta üstəgəl 2 dənə beta üstəgəl 3 dənə qamma bərabərdir. Betalar toplasam 3 beta üstəgəl 3 qamma. Sonra burada 3-ü ortaq vuruq kimi qarşıya çıxararam. Qalar beta üstəgəl qamma. Və beta üstəgəl qamma cəmi bəs neçə dərəcədir? Gəlin bunu buradan tapaq. Baxın, bu bucaq betadırsa, onda bu bucaq da betadır. Çünki uyğun bucaqlardır. Və burada biz fikir versək, bu qamma ilə beta qonşu bucaqlardır və cəmləri 180 dərəcə olmalıdır. Deməli, biz bax bunun yerinə 180 dərəcə qoyacağıq. Olacaq 3 vur 180 dərəcə. Düzgün cavab 540 dərəcə olacaq. Yəni C variantıdır.